Dünənki OTK sınaq testindən ingilis dili B variantı. Deməli, 56-cı test. Choose the correct word that best fits the definition. Deməli, izaha ən çox uyğun gələn sözü tapmalıyıq. İzah necədir? Feeling sure about yourself and believing you can do things well. Yəni, özünə əmin hiss etmək və inanmaq ki, sən hər şeyi əla eləyə biləcəksən. Bu nədir? Özünə əminlikdir. Gəlin sözlərin bir-bir oxuyaq, tərcümə eləyək. Confidence, özünə əminlik, elə confidence sözü özünə əminlik deməkdir. Wisdom, müdriklik. Courage, cəsarət. Curiosity, yəni hər şeydən çox maraqlanmaq. Patience, səbir. Düzgün cavab hansı oldu? A variantı oldu. 57-ci testdə choose the sentence with the noun in the possessive case. İsmin yiyəlik halında olan düzgün cümləni seçməliyik. His suitcase was lost at the airport. Burada ümumiyyətlə ismin yiyəlik halında olan bir söz yoxdur. Yiyəlik halda olan əvəzlik var, his sözü. Başqa heç nə yoxdur. B variantında the two friends. Burada necə olmalıdır? S var. S friend sözünə bitişik olmalıydı. Ondan sonra apostrof gəlməliydi. The two friends meeting. İki dostun görüşü. Düz olardı əgər S-una S, D hərfinə bitişik olsaydı. C variantı Sam and Mary's hands. Sam və Mary'nin hərənisinin özünə məxsus əlləri var. Bədən üzvləri hərənin özünə məxsus olmalıdır. Ona görə Sam'dan sonra da apostrof S yazılmalıydı. Bu da səhv variantdır. Deməli, D variantında I saw a few birds. A few'dan sonra gələn isim cəmdə olmalıdır. Birds yazılmalıydı. Ondan sonra apostrof qoyulmalıydı. D də səhvdir. E variantında the scientist research changed modern physics. Alimin tədqiqatı. Alim, scientist, alimin sözünü yaratmaq üçün apostrof S yazmaq lazım idi. Bəli, düzgün variant E. Tamamilə düzgün oldu. Növbəti testdə artikelları tapmaq tələb olunur, müəyyən və ya qeyri-müəyyən. Deməli, there is answer. Answer sözü sayılandı, yoxsa sayılmayan. Buna fikir verək. Təbii ki, answer sayılan bir isimdir. Sayılandı və sayitlə başlayıb. Ona görə qarşısında hansı artikel olmalıdır? An artikeli. Anlə yazılan bir B variantıdır, bir də D variantı. İkisinin arasında qalmalıyıq. There is an answer to support. Dayaq olmaq üçün, deməli, dəstəkləmək üçün, tədqiqatçının iddiasını dəstəkləmək üçün bir cavab var. To support the researchers claim. Niyə? The, çünki B variantında an yazılıb ümumiyyətlə. An olmaz, E ola bilərdi. Ona görə düzgün cavab hansı oldu? D variantı. 59-cu testdə yenə, yox, yenə deyil bu, elə bildim, ismi yiyəlik halıdır. Plural, in the plural, cəmdə olan düzgün cümləni seçməliyik. The scenery in the film is breathtaking. Yəni, filmdəki mənzərə görünüş nəfəs kəsicidir. Burada cəmdə olan heç bir isim görmədik. B variantında the agenda is in the desk. Burada da cəmdə olan isim yoxdur. C variantı these theories are used for evolution. Bəli, bu teoriyalar, bəli, düzgün cavab C variantı görsənir, amma digərlərinin səhv olduğunu sübut edək. The furniture is in the room is new. Burada da sayılmayan isimdir. Ümumiyyətlə qalan isim isə room sözü təkdədir. My luggage, yenə luggage sayılmayandır, təkdədir. Is still at the station, station da təkdədir. Düzgün variant hansı oldu? C variantı. 60-cı testdə choose the synonym of the underlined word. Altından xətt çəkilmiş. Yəni burada altından xətt çəkilməyib, qara hərflə yazılıb, qara hərflə yazılmış belə deyək. Sözün sinonimini seçməliyik. The two companies built a strong relationship through years of cooperation. Deməli, iki şirkət əməkdaşlıq illəri arasında
güclü bir əlaqə, relationship yarattılar. Build a strong relationship, güclü əlaqə yaratmaq. Buradan da bu ifadəni öyrənmiş olaq. Relationship, əlaqə sözünün sinonimini. Connection ilə əlaqə deməkdir. Argument isə müzakirə, separation, ayrılma, distance, məsafə, competition, yarış. Düzgün cavab hansı oldu? Əlaqə sözü, connection. Növbəti testdə choose the line of compound nouns. Mürəkkəb isimlərin sırasını seçməliyik. Resilience, bathroom, resilience mürəkkəb deyil. Bathroom mürəkkəbdir. Competition düzəltmədir. Development düzəltmədir. Bizə mürəkkəb, hər ikisi mürəkkəb olan lazımdır. Behavior, seafood, bunlar biri düzəltmə, biri mürəkkəb. Backpacking, iki sözdən ibarətdir. Back, bir də pack. Onun hələ bir ing də artırılıb. Ümumiyyətlə mürəkkəb sözdür. Timetable isə cədvəl, bəli. Time və table sözlərindən istifadə olunubdur. Düzgün cavab D variantıdır. D variantıdır. Niyə E deyil? Environment düzəltmədir. Postman mürəkkəb. Hər ikisi mürəkkəb olmalıydı. Ona görə düzgün cavab D variantı.